Salam əziz izləyicilər, xoş gördük hər birinizi. Bunlar yataqlıqlardır. Hinduşkalarımızın bu taxtalar. O gizli yuva qoymuşam, görək toyuqlar başlayır yumurtlamağa. Biri buraya yumurtlayıb, biri bu gün saxlamışam, görək nə olur. Bəlkə də hinduşkalar yiyir, yazıqların yumurtaların. Hinduşkalar da həyətdə otlayıblar, çölə buraxmışam bu gün. Gəzdirmişəm, otlayıblar yaşıl yerlərdən. Həyətdə yaşıldır, prosta biraz istəyirəm. Həyət sapasda qalsın. Bu da yemlərdə qoymuşam, gözləyirlər qapıda. Çox gözlətməyək onları. Bıraxım içəri. Ciba, 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 ciba. Başladılar yolaya, maşallah. Allah herkesin təsərrüfatına xeyir, bərəkət versin. Bu ördəklər də buradaydı, bu tərəfdəydi. Ara kəsməyə açmışam yarısın ki, daha kəssinlər, getirib yanında da. Görək nə olur inşallah. Toyuqlar qalıb postanda. Bütün gün damda qalıblar içəridə. Təmizləmişəm bu gün. Ortada şişka var idi, böyük gübrə. Qışdan qalmışdı, o çıxartmışıq. Pis yorulmuşam. Heç nə asan deyil yəni. Bunlar da Krasnodar ördəklərimdir. Onlarla yiyəcək. Bura gəlməyim. Hinduşkalarla düz gəlmir sonsuz. Ciba, ciba, ciba. Ciba, ciba. Çünki içəridə qalıblar toyuqlar. Su içirlər, gelib oradan, buradan, ot otlayırlar. Gəlin, ciba, 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 ciba. Belə olur. Ama qayıtdılar dala. Ciba, 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 ciba. Bir dənəsi, neçə dənəsi qalıb orada? 3, 4, 5, 6, 7. Bir bunlardan qalıb, bir də köynü ördəyim qalıb orada. 9 dənə də olmuş. Səs eləyənlər, səsdilər. Həm yorulmuşam, yavaş danışıram, həm də bərk danışanda bunlar qaldırır başını. Təhlükə hiss eləyir hinduşkalar. Ona görə biraz orta danışıram. Bəlkə də yavaş danışıram. Nə bilim. Ciba, ciba. Öyrəşiblər ki, heç effekt vermirlər. Acından ölürlər. Yenə deyirəm, 1-2 gün, 3 gün qalıb belə, sonra yenə qalxacaq qiymətlər 45 manat olacaq. Çox alana real alıcıya 42 ilə də verirəm, çox alana. 1-2 evan alana 45 manat. Gəlib harada yaxşılar var, seçim aparırlar. Beləncə idi. 10 dənə, 5 dənə alana 43 ilə verərəm, 42 ilə də verərəm. 21 evan satılanlar o damazlıqdır, yenə deyirəm, gəlib boşlu bu tərəfdə yekə var. Amerikan bronz. Burada çox hündürdür, özüm gör nə boyda hündürdür bunlardan. 2 kubik demək olar hündürdür. İçəri biraz aşağıdır. Balaca görünə bilərlər, yəni 3 kilograma yaxın, 3 kiloqramdan 2 kiloqram yarımdan yuxarı heyvanlardır.
Bəlkə də 3 kiloqramdan da yuxarıdır. Belə göz nəzəri deyirəm. Əlimə götürdüm bugün bir iki dənəsini. Görürəm ki, 3 kiloqram var rahat. İstəyirəm gedim çəkə-çəkə gedim. Video çəkə-çəkə toyuqları salım, amma elə ki, baxanın gözü ağrıyır, başı gicələnir adam. Ciba. Orada çörəklər falan var, onları yeyirlər. Sözümə baxmadılar bu. Getdim əzizlər, xoş gördük. Birincisi bayramınız mübarək. Təbrik edirəm hər kəsi. Allah ruzumuzu yetirsin. Cəmi əziyyət çəkənlərin, əziyyət çəkməyənlərin, Allah xəstələrə şəfa versin. Şəhidlərə rəhmət eləsin. Qazilərə şəfa versin. Veteranlara, döyüşənlərə Allah səbir versin. Başqa nə deyim? Kimlərin arzusunda tezliklə arzusuna çatsın.